5 aprel 9-cu sinif 1-ci zonda ingilis dili buraxılış izahı uşaqlar. Deməli 5-ci sualdan başlayıram. Bir də qeyd edeyim ki, buradakı sualların hamısı düzdür uşaqlar. Deyir ki, birbaşa tərcüməsini deyirəm sizə. Bu şənbə günü saat 12:00-da parkda məktəb müəllimləri üçün piknik olacaq. Əgər ailə üzvləri piknikə qoşulmaq istəyirsinizsə, avtobus səyahətinin yarısını ödəməlidirlər. Hər kəs naharını gətirməlidir. Gəlin birlikdə əylənək. Hörmətlə müəllimlər klubu. A variantında müəllimlər gələn həftə sonu onlar üçün təşkil edilən parka gedəcəklər. Uşaqlar gələn həftə yox, bu şənbə, yəni ki, this Saturday. Ona görə A variantı səhvdir. B variantında deyir ki, ailə üzvlərinin piknik üçün nahar gətirməsinə icazə verilmir. Xeyr, hər kəs gətirməlidir. D variantında deyir ki, piknikdə iştirak edən hər kəs səyahətin yarısını ödəməlidir. Hər kəs yox, valideyn gələn ailə üzvləri. Ondan sonra isə D variantında deyir ki, piknik həftə sonu səhər tezdən keçiriləcək. Həftə sonu səhər tezdən yox. Uşaqlar, Amerika üçün 12 p.m, ingilislər üçün 12 p.m günorta olmuş olur, səhər olmuş olmur. E variantında isə deyir ki, müəllimlər naharları özləri ilə piknikə aparmalıdır. Ona görə cavabımız E olur. 6-cı sualda isə deyir, əziz Caitlin, səni bu cümə, yəni 5-ci gün əmim oğlu yox da kuzenimin evində keçiriləcək ad günü məclisinə dəvət edirəm. Ora necə gəlməyini icazə ver, izah edeyim. Maşınla birbaşa Forest yolu ilə gəl, yəni meşə yolu ilə gəl. Sonra Bronzevdən keç və 13A çıxışından çıx. Yoldan aşağı sür və sola dön. Sağdakı ilk böyük evdir. Orada görüşənədək bunu Mary deyir. A variantda deyir ki, Mary'nin kuzeninin evi soldakı son böyük evdir. Xeyr, deyir ki, sağdakı ilk böyük evdir uşaqlar. Deyir ki, sağdakı böyük evdir. Bir dəqiqə. On the right. A big house on the right. Ona görə bu variant səhvdir. B variantı doğrudur. Mary kuzenin evinə gedən yolu Caitlinə təsəvvür edir, izah edir. C variantını deyir ki, Mary Caitlini gələn 5-ci gün keçiriləcək ad gününə dəvət edir. Gələn 5-ci gün yox, uşaqlar. Bu 5-ci gün. Ondan sonra isə D variantında deyir ki, Mary Caitlinə öz kuzeninin maşını ilə gəlməyini istəyir. Yox, deyir ki, əgərləri maşınla gəlsən, yol budur. E variantında isə deyir ki, Caitlin Mary'yə evin adresini, kuzeninin evinin adresini göndərir. Xeyr, onu izah edeyim. 7-cidə görə nə deyir? 7-cidə deyir ki, əziz səyahətçilər, xahiş edirəm, uçuşdan ən az 2 saat əvvəl hava limanına çatmağı unutmayın. Pasportlarınızı və biletlərinizin yanınızda olduğundan əmin olun. Bagajınızı diqqətlə yığın və nə gətirə biləcəyiniz barədə əsas qaydaları oxuyun. Səfəriniz üçün biraz yemək və su gətirməyi unutmayın. Təhlükəsiz və xoş səyahət keçirin, hörmətlə. Hörmətlə deyir. Ondan sonra isə görək nə deyir. A variantında deyir ki, bir də bu, Travel Agency, Bravo səyahət agentliyinin sərnişinləri. A variantında deyir ki, Agency asks passengers not to forget taking their passports or tickets. Deyir ki, səyahət agentliyi sərnişinlərdən pasport və biletlərini götürməyi unutmamalarını xahiş edir. Cavab budur uşaqlar. B variantında deyir ki, səyahətçilərin özləri ilə bagaj aparmasına icazə verilmir. Xeyr, yanlışdır, aparmağına icazə verilir. Sərnişinlər agentlik tərəfdən yemək və su ilə təmin olacaqlar. Xeyr, bunları özləri ilə götürməyi tapşırılır. D variantında deyir ki, səyahət agentliyi uçuşa bir şey aparmaqla bağlı yeni qaydalar hazırlayacaq. Xeyr, elə deyir ki, verilmiş qaydaları oxuyun. E variantında isə deyir ki, sərnişinlər uçuşdan cəmi 1 saat əvvəl hava limanında olmalıdırlar. 1 saat əvvəl yox, 2 saat əvvəl olmalıdırlar. Ona görə burada cavabımız A variantı. Davam eləyək mətndən. Deməli,
Ümid edirəm mətni oxumusunuz uşaqlar. Rəngbərəng rəngləri olan göldən danışır, hansı ki qorunan göldür. Hər kəs içəri qoymurlar. Burada deyir ki, mətnə görə hansı ifadə yalandır? Cavab A variantıdır. Deyir ki, qara daşlar və sarı qumlar çayın rənginə təsir etmir. Xeyr, bunlar və çayın altında bitən qırmızı bitki çayın rənginə təsir edirdi. Bir də ki, uşaqlar günəş işığı təsir edirdi. Ondan sonra B-də isə deyir ki, Kanokristes çirklənmədən və zərərdən qorunur. Bəli, qorunur. Deyir ki, bu deyir ki, Kanokristates altında bitən bitkilər ona qırmızı rəng verir. Doğrudur. Səyahətçilər ora piyada getməlidirlər. Xeyr, onların getməsi üçün deyir ki, visitors should first use a helicopter, then a boat and then they should go on foot. Birinci helikopter, sonra qayıq, sonra piyada gedə bilərlər. Ondan sonra isə uşaqlar buradakı sübutunu da deyim. Deyir ki, burada mətndə bir dənə var idi. Deyir ki, this color change depend deyir ki, it includes various colors like red, black, blue, green and yellow. Its red color comes from a red plant. Ona görə deyir ki, elə tərkibindəki qırmızı rəng həmin o bitkidən gəlir. Ona görə də burada C variantı doğrudur. D variantının da sübutunu dedim. E variantında isə deyir ki, qonaqlar üçün çaya getmək çətindir. Bəli, təbii ki, kim bir çay üçün helikopter, qayıq filan. C, D, Y, B. Buna görə də səhvli doğru cavabımız olur A variantı. Biraz çox uzatdım uşaqlar. 2x-də qulaq asarsınız. 9-cu sualda isə deyir ki, turist mətnə görə doğru variantı anlamamızı istəyir. Turistlər bizə nə istəyir? Cavabımız E variantıdır. Turistlər ancaq həmin bu çayı xüsusi sənəd ilə gəzə bilərlər. A variantında isə deyir ki, turla səyahət etsələr ətraf mühitə zərər vururlar, əksinə vurmasınlar deyə turla səyahət edirlər. B variantında deyir ki, bələdçinin köməyi olmadan məkanı ziyarət edə bilər. Xeyr, mütləq bələdçi ilə etməlidir. C variantında deyir ki, çayın ətrafına əşyalar atmağa icazə verilir, uşaqlar qorunursa verilməz. Ona görə bu yanlışdır və doğru cavabımız olur E variantı. D-də isə deyir ki, təhlükəsiz səbəbdən qayıqdan istifadə etmirlər. Xeyr, qayıq bura getmək üçün olan nəqliyyat vasitələrindən biridir. 10-cu sualda deyir ki, mətndə nədən bəhs edilir? Cavab burada D variantındadır. Kolumbiyadakı qeyri-adi çaydan. A variantında deyir ki, Kolumbiyadakı fərqli göllər. B variantında çayın altında bitən qırmızı bitki. C variantında Kanokristes ətrafındakı dağlar. Və E variantında isə Kanokrisesdə tur sifariş etmək haqqında gedir. İndi isə 11-ciyə baxaq uşaqlar. 11-cidə isə deyir ki, mətnə uyğun olaraq sualda doğru cavabı seçin. Doğru cavabı seçməliyik. Kanokristesi məşhur edən şey nədir? Təbii ki, onun rəngləri different colors in the river. Cavab C variantı olacaq. A variantına əraziyə gələn bələdçilərin sayı, B variantında Kanokristese gedən yol, D variantı çayın yaxınlığındakı bir sıra göllər, E variantı isə çayın adı deyir. Xeyr, uşaqlar, bunlar olmur. İndi isə keçək 12-ci suala. Deməli, 12-ci sualda bizə nə istəyir? 12-ci sualda yenə doğrunu seçməyimizi istəyir. Buradakı cavab 2 və 3-dür. Günəş çayın rənginə təsir göstərir. Çayın yerləşdiyi əraziyə dağlar da daxildir. Bunlar doğrudurlar. Amma birinci, yalnız bir bələdçi tur sifariş edə bilər. Xeyr, uşaqlar. Bələdçi tur sifariş edən turistlərə yön göstərir. Bir yanlışdır. 4-cüdə isə deyir ki, çaya baş çəkərkən istifadə edəcəyiniz son nəqliyyat vasitəsi vatelyotdur. Xeyr, uşaqlar, qayıqdır. Ondan sonra isə piyada gedirsiniz. Cavab 2-3 olur. Bundan sonra isə qrammatika hissəsini keçirik. Sizdən doğru yəlik halı istəyir. Deməli, birinci doğrudur, ikinci də doğrudur. Üçüncü səhvdir. Niyə? Voice-da this varsa, this bu, yaxını göstərən tək idi. Var idisə, apostrof S birinci gəlməli idi, sonra cəm şəkilçisi gəlməli idi. Amma burada isə birinci cəm şəkilçisi gəlib. Yəni cəmdədir. Boys cəmdədir, amma this təkdədir. Olmaz. 4-də isə biz bilirik ki, qaydasız isimlərin cəmi təki kimi olur. Amma burada isə
normal qaydada olub, ona görə bu səhvdir. Yəni qaydaş isim olduğuna görə, qaydaş isimlər də bu şəkildə yiyəlik hal olmadığına görə bu səhvdir. Cavab 1, 2, C variantıdır. 14-cü sualda isə deyir ki, mən şanslı və xoşbəxtəm uçuş boyu, çünki mənim oturduğum yer pəncərə tərəfi idi. A variantı angry, əsəbi, B variantı upset, qəmgin, E variantı bored, sıxılmış, Y variantı useless, gərəksiz. Amma cavab C variantıdır, lucky, şanslı. 15-ci sualda isə bizdən yaxın mənalı sözlər istəyir. Tell demək, count, saymaq. B variantında strange, qəribə, ordinary, sıradan. C variantında spoil, dağıtmaq, clear, təmizləmək. D variantında repair, təmin etmək. Destroy, dağıtmaq. Burada isə cavabımız E variantıdır. Tired, yorğun, exhausted, yorğun. 16-cı suala baxırıq. Uşaqlar, neither and deyə bir şey yoxdur. Neither, nor, either, or, both, and olur. Amma baxırıq ki, A variantı neither and-dir, çıxırıq. Y variantı neither, no, either, nor-dur, çıxırıq. Either, or olmalıydı. B variantı both, or-dur, çıxırıq. Both, and olmalıydı. D variantı isə neither, or-dur, çıxırıq. Neither, nor olmalıydı uşaqlar. Cavabımız C variantı olur. 17-də isə baxırıq. The shop which is next to the house is closed at the weekend. Burada baxmalıydınız, tərcüməyə baxmalıydınız. Yəni, deyir ki, evin yaxınlığında olan mağaza həftə sonları bağlanır. 18-ə baxırıq. Bizdən qaydalı feilləri istəyir. Qaydasızları çıxmalıyıq. A variantında grow, grew, grown qaydasızdır. B variantında forget, forgot qaydasızdır. C variantında build qaydasızdır. D variantında send, set, leave, left. Bu ikisi də qaydasızdır. Çıxırıq. Cavabımız E variantı olur. Bunların hər biri, nədir uşaqlar? Bunların hər biri qaydalıdır. 19-cu suala baxırıq. 19-cu sualda crowded basırıq deməkdir. Elə uşaqlar, birincidə də nəyi veriblər? Olmalıdır burada having a lot of people or too many people, bir çox insan olmaq, çoxlu insan olmağı basırıqdır. Mild, mülayim deməkdir. Mülayim, orta, vəhşi olmayan. Cavab isə not strong, güclü olmayan. Üçüncüdə isə ordinary, sıradan deməkdir. Not usual or different in any way. Heç bir qeyri-adi və ya heç bir şəkildə fərqli olmayan. İndi isə gəlin 20-ci suala baxaq. 20-ci sualda isə yenə biz passive voice-u seçməliyik. Bilirsiniz ki, passive voice eyni sözlə başlaya bilməz. Ona görə C və D variantını çıxırıq. Ondan sonra nə ilə başlamalıydı uşaqlar? Feildən sonra gələn tamamlıqla birthday party ilə başlamalıydı. Birthday party ilə başlayır. Deməli, A, B, Y variantına baxacağıq. Organized verb 2-dir, keçmiş zamandadır. Keçmiş zamanla ya was olar, ya were olar. Was isə hansı variantdadır? B variantındadır. Cavabımız B olur. Yeni keçirik 21-ci suala. 21-ci sualda isə nə olur? This is, bilirik ki, S-in əvvəlində nə var? One of-dan sonra mütləq nə gəlməlidir? D gəlməlidir. Bir də S-in əvvəlinə nə gəlməlidir? D gəlməlidir. Bir də bilirik ki, in the city, in the world deyə ifadələr var. Onların arasında mütləq D olmalıdır. Ona görə cavab D olur. Deyir ki, bu şəhərdəki ən qədim güllələrdən biridir. Burada uşaqlar deyir ki, bu şəhərdəki ən qədim güllələrdən biridir. 22-ci sualda birinci söz narahat etmək, ikinci söz qeyd etmək, nəzər yetirmək, üçüncü söz isə iştirak etmək deməkdir. Deməli, A variantında deyir ki, kiməsə və ya bir şeyə diqqət yetirmək. B variantında deyir ki, tədbirdə iştirak etmək. C variantında deyir ki, kimisə nəsə etməsini, məsələn, düşünməsini, işləməsini və ya yatmasını dayandırmaq. Burada da uyğunluğumuz bir şəkildə olur. 1C, 2A, 3B cavabımız olur B variantı. 23-cü suala baxırıq. 23-cü sualda of-dan əvvələ baxırıq. Of-dan əvvəl təkdir deyə 2, 3 götürürük. 1 ilə 4 isə cəmlərdə istifadə olunur. 24-də baxırıq. Biz bilirik ki, gələcək zaman ya özü ilə, ya da ki, indiki zaman. Gələcək zaman ya özü ilə, ya da ki, indiki zamanla uzlaşar. Amma A variantı keçmiş, B variantı deyə bir şey yoxdur. Çünki bu davam edici zaman olsaydı, əvvəlində to be olardı, heç o da yoxdur. Elə B variantını başdan çıxırıq.
E variantında isə bitmiş zaman olduğuna görə çıxırıq. Yerdə C və D variantı qalır. Biz bilirik ki, heç bir bağlayıcıdan sonra gələcək zaman gəlməz. Ona görə C və D variantında çıxırıq. Daha doğrusu C variantını çıxırıq will olduğuna görə. Doğru cavabımız D variantı qalır. Heç bir bağlayıcıdan sonra will gəlməz. Gələcək zaman isə özü ya da indiki zamanla uzlaşar. Buna görə də indiki zaman olan D variantı doğru cavab olmuş olur. 25-ci sualda isə uşaqlar when-lə why from-la işlənmir. Ona görə də cavabımız həməncə dəqiqə 3 və 4 olur. Bir də uşaqlar listeningin cavablarını Google-dan araşdırdım mən. Ona görə də buradakı listeningin cavabları da doğrudur. Buradan da götürə bilərsiniz. Ümumiyyətcə, essay xaric burada yazılanın hər biri doğrudur. Sizin də neçə düzünüz oldu? İmtahan haqqında fikirləriniz, asan, çətin barədə fikirlərinizi yorumlarda yazın. Mən özüm də 9-cu sinifəm, 2-ci zona imtahan verəcəm. Hamıya uğurlar.